Test 25. Ben bir de demişim, bir de deyirəm. Allel ve qeyri-allel genlər. Allel ve qeyri-allel genlər. Bunları 10. sınıftan okumayın. 9'dan okuyun. 10. sınıfta tamamilə səhv yazın. Tamamilə səhv yazın. Allel genlər nədir? Bir əlamətin alternativ formalarının ifadəsinə allel genlər deyilir. Məsələn, bax, eyni bir əlamətin, məsələn, rəng əlaməti. Rəng. Sarı, yaşıl. Bax, mənə desə sarı, yaşlı birləşdir. Harada birləşdirəcəm? Rəngdə. Hamar qırışıq, harada birləşdirəcəm? Formada. Bax. Bir əlamətin alternativ formaları. Nohut tipsində sarılığı mənləşdir böyük A, yaşıllığı mənləşdir istiq olduğundan kiçik. Bax, bunlara deyirlər böyük A və kiçik A, böyük A və kiçik A və böyük B, kiçik B. Bunlara allel genlər deyirlər. Qeyri-allel müxtəlif əlamətlərin daşıyıcılarına qeyri-allel genlər deyirlər. Məsələn, böyük A və böyük B, böyük A və kiçik B. Rəng, forma, kiçik A, böyük B, rəng, forma. Müxtəlif əlamətlərin daşıyıcılarına nə deyirlər? Müxtəlif əlamətlərin daşıyıcısına deyirlər qeyri-allel genlər. Və bir də deyirəm, onu da 10. sınıfdan oxuyun. 10. sınıfdan oxuyun. İndi mənə deyir ki, iki cüt qeyri-allel genə malik olan genotipli orqanizmlərin çapazlaşmasından. İki cüt allel gen olan nə deməkdir? Deyir burada. Bu bir allel, bu da ikincisi. Bunu yazmasam, burada tutarsam bir cüt allel olacaq. Bu olsun bu. Ha? Tapdım. Ta ki mən nohutla işləyirəm. Orada yazılmışsın. Genlər eşitli deyil. Mən adətən abituriyentlere deyirəm ki, bu Pinnet cədvəli qurmuyor. Pinnet cədvəlini birbaşa yazmağı öyrən. Birincisi, gen siyasi maddəsinin sistemi gəlmiş qametlər hansılardır. Bu ata anasından gəlir. Niyəsinə deyə bilərəm. Bu da ki atasından gəlir. Abi. Bu anasından gəlir. Abi. Necə alınıb? Belə alınıb da. Belə alınıb da bu. Böyük və kiçik. Bunlar ata-anasından gələn, yəni gen siyasi maddəsi sisteminə gəlmir. Amma bu qametlər, tabii ikisi gen siyasi maddəsinin məhsuludur. Bu da eyni qametləri verir. Bunun da içərisində iki cür gen siyasi maddəsinin hissəsindən verilmiş qametlər var. İndi görə testimizdə nə deyil? Bu izah olundan sonra genotipləri yazdım. İndi işləmə asandır. Klassikor sisteminə gəlmiş qametlər birlikdə neçə faiz genotipin yaranmasında, genotip müxtəlifi deyil, müxtəlifi də yaza bilərdim burada. Neçə faiz genotipin yaranmasında iştirak edir, genlər işli deyil. Tapdım. Əksəriyyət neyinir? Əksəriyyət götürüb Pinnet cədvəli qurur. Onun içərisindən çıxartmaq çox çətindir. Sən bunu birbaşa yazmağı öyrən də. Yazıram. Əvvəlcə sarı marı yazıram. Homozigotlar hamısı bir dənədir. Homozigotda allel genlər olmaz. Ancaq qeyri-allel olmaz. 1. B heterozigotdur. Burasını dəyiş, burasını dəymək. 2. Bir əlaməti heterozigotlar bu çapraşdırma zamanı 16 kombinasiyanın içərisində 8 dənədir. Rəngə görə heterozigot, formaya görə homozigot. Sonra burasını qaytar. Burasını yaz. 2. Sonra 2 başını deyiş. Böyük A kiçik A, böyük B kiçik B. Bundan 4 dənədir. Gördük. İndi bu oldu sanamı. İndi sarı qırışıq yazın.
Bundan bir denedir. Pinet kursağız. Homozigotu da bir tane olacaktı. Ayaş burada da allez yoktu. Bunun burasını değişen var. Çünkü değişende kırışıktan çıkacak. Sarı kırışık. Bak. Bu da heterozigotta ama bir alameti görüyor zigot. Gördüğünüz rahat yaz ama. Burasını değişemedim. Sarı kırışık. Şimdi ne kaldı? Yaşlı amar kaldı. Bir. Ben de okudum üzerinde ona göre işte kitabınızda var. Yaşlı amar. Homozigotu bir. Burasını değişemedim. Burasını değiştirsem yaşlı olmayacak bu. Onu da yazıp tutardım. Ben sistematik evvelce sarı amarar yazdım. Sonra sarı kırışı yazdım. Sonra yaşlı amarar yazdım. Ben nihayet sonunda da kalır yaşlı kırışı. Bir adet. Şimdi testi okuyun. 16 kombinası var. Der ki Fraksiyon sistemine gelen gametler birlikte. Tek yok. Tek bak burada iştirak ediyor. Burada iştirak ediyor. Klasik sistemine gelen gametlerden söhbət gedir. Burada da iştirak ediyor. Burada ama bak bu genetipte birlikte iştirak ediyor. Bu genetipte birlikte iştirak ediyor. Deməli, böyük kiçik bir genetipin əmələ gəlməsində bunun əmələ gəlməsində təkcə AB və AB değil, aynı zamanda bak bu genetipin əmələ gəlməsində aynı zamanda gen sayısı müadiləsində sistemine gəlmiş qametlər də iştirak ediyor. Bunun əmələ gəlməsində 4 cür qamet iştirak ediyor. 4 cür. Burada da mesela gen sayısı müadiləsində sistemine gəlmiş qamet iştirak ediyor AB. Ama ikincisi yoktu ki değil birlikte. Burada da iştirak ediyor ama tek. O da ki orada iş yoktu. Bakın şimdi bak. Bunun deməli birlikte iştirak ettiği genetip hansı oldu? Bak bu oldu. Bak. Əmələ gəlməsə birlikte iştirak ettiği neye iştirak ettiği? Bunun yok. Bak bunun birlikte iştirak ettiği genetip bak budur. Şimdi bunun əmələ gəlməsində onun neçəsi iştirak ediyor? O genetipi biz tapdık. Bu necə yaranır? Bir variant abi böyük kiçiyə, böyük kiçik mi? Spermatozoid yumurta üzeriz. Şimdi değişelim. Abi, burası abi. Bu artık spermatozoid, bu olsun yumurta üzeriz. Olsun diye belirttim. Bunlara mesleğe dəxli var yok. Ki bunlar gen nesnesinde emre gelmiş qametlər değil. Sadece ben gösteririm ki bu necə alınır. Bak bu genetip necə alınır. Bak. Bunun almasını gösteririm ki bunun emre gelmesinde 4 tane qamet iştirak ediyor. Şimdi başka variant. Bakın. Abi, Rus'un abi. Bunlar gen sayısı müadiləsində emre gelmiş qametlərdir. Ne alınır? Böyük kiçiyə, böyük kiçik. Bir daha bu spermatozoid, bir daha bu yumurta hücresi. Şimdi değişelim. Abi, kendi alır böyük kişiye, büyük kişi. Deməli bu genotipin alınmasında, 4 tane bundan alınır, 4 tane. Onun ikisinde sırf dominans ve sırf restif gen daşıyan gametler iştirak edir. İkisinde ise, 4'ten ikisinin əmələ gəlməsində ise iştirak edir gen sayısının müadiləsində əmələ gəlmiş gametler. Yani böyük kiçik bir, kiçiyə böyük bir. Burada ne kadar kombinasyon var? 16. Neçə kombinasyon var? 16 kombinasyon var. Onu da yazıram. 16'nın 100 faiz cəmi kim? X. Hansı ikidir bu? Böyük kiçiyə, böyük kiçik mi? Hansı başlaşmalar? Böyle bunlar. Ha? 2x 216'ya bölende
Ama yani 12 tam onda 5 faiz. Test bir izah olmasa abitent buradan heç də başa düşməyəcək. Testi dəyişib yazmaq olar. Birlikdə sözün çıxar, cavab tamamilə dəyişəcək. Birlikdə sözün çıxarsan cavab dəyişəcək. 2 buradan gələcək. 2 buradan gələcək. Ya da sarqışıqdan gələcək, yaşlamaqdan da gələcək. Tamam, testin cevabı oldu. 12 tam onda 5. Test 25 varyant C. Test 16.